Allah'ın bir bəndədə görmək istədiyi ən gözəl hal bəndənin Allah'tan razılıq halıdır. Bu hal yüzlərlə savab əməldən üstündür. Yüzlərlə savab əməldən üstün olan neymət razılıq halıdır. 100 savab əməldən, 100 günahı tərk eləməkdən daha çox nurani eləyir insanı və Allaha daha çox yaxınlaşdırır. Və bu razılığın köklərindən biri ki, onun üzərində bu razılıq qurulur, Allaha etimad eləməkdir, Allahla aram olmaqdır, Allahla arxain olmaqdır, Allaha söykənməkdir. Çətinlik zamanında, bəla şallağı ilə səni vurduğu zamanda ona arxain ol, Allaha etimad elə, Allaha söykən. Bil ki, o sənin xeyrivədir, neynirsə sənin xeyrivədir. Aram ol və razı ol. Aram olmasa insan, Allaha etimad eləməsə heç zaman razı ola bilməz. Allah'tan razıyam nə deməkdir? Yəni mən arxainam səndən, mənim sənə etimadım var. Sən ki məni bədbəxt eləmək üçün yaratmamısan. Sən ki mənə əziyyət vermək üçün məni yaratmamısan. Nəsə başıma iş gəlibsə, deməli nəsə bir xeyir var. Nəsə bir fayda var bu şeydə.